Uşaqdan böyüyə hər kəsin sevdiyi bu vaflini mən tosterda hazırlayıram. Hazırlanması da çox sadədir. 4 ədəd yumurtanın üzərinə 1 dolu stakan şəkər tozu əlavə edib mikserdən köpüklənənə qədər keçirirəm. Üzərinə 2 stakan süd və 2 armudu stakan qarğıdalı yağ əlavə edirəm. 3 dolu stakan un, qabartma tozu və vanil də əlavə edib yenidən mikserdən keçirirəm və xəmir bu formada olduqdan sonra əvvəlcədən qızdırdığım tosterın hər iki tərəfini yağlayıram, yəni alt üstünü və xəmiri tostera əlavə edib örtürəm. Hər iki tərəfini qızardıram. Hardasa 1 dəqiqəyə yaxın hər iki tərəfi qızarır və isti-isti içərisinə qaynadılmış, qatlaşdırılmış süd əlavə edib bükürəm. Bunu isti-isti bükmək lazımdır. Soyuq halda olduqda bükmək olmur, xəmir qırılır və dadı isə möhtəşəm. Mən hazırladığım 2 porsiyalıq idi, amma çəkə bildiyim isə deyə bilərəm 1 porsiyalıq idi. Çünki bişə-bişə uşaqlar yarısını yedi. Yəni dadı bir sözlə möhtəşəmdir. Sizlər də hazırlayıb nuş edin, dadını çox bəyənəcəksiniz.